Mənim uşaqlıqdan elə bəxtim olmayıb. Bas mən 5 il ailəli oldum, hər çörəyi yemədim. Bundan sonra yeyəcəm. Ki başıma. Çox sağ ol, teşekkür edirəm. Buna halal olsun deyənə demirəm. Həqiqətən də. Azərbaycan Respublikasında elə bir oğlan yoxdur ki, çıxsın mənim qabağıma desin ki, bu sənin kartundur. Bu da çəkilər. Yadında dırnaq pulu, saç pulu, iç giyimi pulu, uşağın McDonald's'a getdi, onun pulu falan şey. Sən Allah neyinirəm, neyimə lazımdır. Neyinirəm az. Özləri dostlarını, şabalarını giyinirlər. Ay mənim canım, ay mənim şirin bacım, ay mənim Dubayda, Türkiyədə gəzən bacım, canım bacım, şirin bacım, şəkər bacım, oriksokratını bacım. Qartlık elə veriblər. Bacı, övladlarımız əməliyyat olub. Harasından? Harasından? Ağız dənizdən gələmdə oturdum, yedim. Ağız hamısı ağzı, hərəsi bir dənə kolanı çəkir başına. Mən də oturmuşam termosda, ariksokratın adamı, baxın, mən onlarla fərqim bundan. Hərəsi bir dənə kola, o bunu dartışdırır, bu onu dartışdırır, basıb dögürlər bir-birlərini, bir dənə günün altıda ölürlər axı bir-birlərini basıb dögə, oturdular. Gördüm, dava çoxalır, götürdüm içəri küməmi, çıxdım. Mən də ariksokratını deyil, termosukumdan. Gözəl, gözəl. Keysur olmuşsan, yoxsa da az özüm doğmuşam, neyinirəm keysuru? Neyimə lazımdır? Mənim bir dənə ərim var idi, söz deyirdim, nəlbəki oradan qapının üstünə gedir, qapının üstündən lüstrdən vilka düşürdü. Məndə haradaydı o bəxt sizin əriniz, o konumla gəzən əriniz kimi, oturun belə xanım kimi ərim mənə qulluq eləsin, haradaydı məndə o bəxt? Mən ağzımı açıb deyə bilirəm, hara gedirsən? Bacım, bizdə o şey olmayıb, qurban olum sənə. Anama deyə bilərdim, gəl mənə bax, doğdun, getdin, qoydun qarnına, öz başına sonda, yersiz sən də. Konferans qururdu, yığırdı əlini, vəlini, şəftəlini başlayırdı, öz başına getdi ərə, getdi, qoydu qarnına, uşaqlarına pampersini mən alıram, pampers bulan qiymətədir, 50 dənə alıram, pampersdən sonra çörəyi alıram, çörəyini alıram, işığını pulum və içərliyirdim. Mən dəlisən, keysir nətər olum mən bir evdə bu qədər həşaratlarla nətər qalım. Yo, neynirəm az. Ərə getdim, ərimi də mən saxladım. Niyə? Mən bəxtsiz, talihsiz, valla bədbəxt adamam. Mən kimi tapsam, mən saxlayaram. Neynirəm az. Ona görə o məni saxlamır, mən də onu saxlamırım. Normal münasibət yaşayırıq da, harada qırılar. Valla, Qurana əsəbdən doğub. Kimi əsəbdən uşaq doğurlar. Əsəbdən uşaq doğurlar. Bilirsin, Azərə getdim, indi doğuldu da uşaqdır dünya. Sən özümü saxlamışam ki, prosta şapka, prosta ər var. Gördüm ya, lazım deyil, dedim əri saxlayana qədər elə maşın alım özümü saxlayayım da, fırrağım özümü. Bir dən götürdüm Hyundai ağ rənglə. Hani özümü fırrağım. Niyə əməli? Az neyinirəm, ərini yürüm. Özüm üçün maşınımda ponluxod verirəm. Baxın, xod getmə ki, nəşirlərə. Nanay tapşırır bunlar. Qulaq asıram az özüm üçün, neyinirəm? Tarixanda gedirəm özüm üçün meyxanaya klip çəkilirəm. Bekarçılıq olanda, stresə düşəndə studiyada mahnı oxuyuram. Gördüm 3-5 mal cibimdə pulum var. Gedirəm, mal vururam, gətirirəm, paltar satıram. İç giyimi satıram, kaşlok satıram, neyinirəm az, mənim kişi saxlayan vaxtım deyil. Mənim taylarım uşaqlarına qalinvagin alıb qoyur həyətə. Və hələ uşaqlarım heç eləməmişəm. Rüyanın mahsın qılaq astız. Onu keçən oxumuşam, hələ səsim tutulmuş niyə onda? Əlindəki saqqız deyir, az yox dəli, sən saqqızla mən çay içərəm, sən də lan mənə şey eləmişsən. Qızlar, bədən spreyləri 12-yə deyə endirimə qoymuşam. Uşağı kimlə doğmuşam? Atasından.
Neçə dənə uşağım var? 2 dənə. Birinci səhvim 2016'da oldu. İkinci səhvimdəki şeydə 2018'də. İkisi də ikizlər bürcüdür. Biri iyunun 6'sıdır. Səhər 6'da doğulub. Biri də ki iyunun 19'udur. Günorta 2'də doğulub. Deyəsən səhv saldım yerlərini, amma eybi yox. Təzə öyrənmişəm. Raul 3'də oxuyur deyəsən, Rəhimə də 5'də. Mən bir hazırlıq pulusunu verirəm. Bir də məktəb şeylərini alıb yığıram. Məsələn, indi mən məktəb şeylərini hər şeyini almışam. Yadımda deyil, uşağım bilmirəm neçədə oxuyur. Mən ancaq kartlarına pul atım, mən bilmirəm, mənim yadımda qalmır. Yaşlarını təzə öyrəndim, ad günlərində, Şamalanda. Mən bədbəxtəm də neyniyim? Mənə ki, ancaq karta pul atmaqdır. Mən ancaq kart atsınlar, pul atım. Mənim ki, elə şeylərdir. Mən onları kursa qoyum, İngilis dili öyrənsin, Rus dili öyrənsin. Hədə mən belə anayım, neyniyim bədbəxt canım? Uşaqlar kimdən qalır? Biri Misir Parkında qalır, biri Heydər Parkında yürüyəm. Harada qalacaq uşaq? Laf sən də mənə laf punçin elədin, başına da bir evdə qalıq, prosta mən işlədiyim üçün müəllimlərin kartına pul atıram, hazırlığa gedirlər, məktəbə gedirlər. Belə də ev saxlayıram. Mən, yəni, vaxtım yoxdur sənə kimi. Canım anam, şirin anam, soğan doğrayım, yemeği pişiririm. Yəni, onlar yadımda deyil. Onlar eləyə bilmirəm. Vaxtım yoxdur. Dədələri alimiyet verir. Az nə danışırsan? Az atası mənə maşını alıb ki, uşaqların piyada gəzməsin. Sən nə danışır? Sən nə danış? Ayıb deyib. Onların ataları 2 uşağa 100 neçə alimiyet düşür. Ayıb deyib. O mənim kartıma 1000 manat atır. Sən görmürsən mən bütün günü Sibrizdə gəzirəm. Çox sağ ol, təşəkkür edirəm. Sən görmürsən ki, mən bütün günü Sibrizdə gəzirəm. Sən görmürsən. Sən hiss eləmirsən. Mən bütün günü gəzməklərdəyim. Bütün günü. Sibrizdə vururam. Nə bilim az. Gəldi yesun tiki. Hə, Aymə? Nədir? Başını üst çıxardın sıçan kimi. Hə. Telefon mən nə bilim onu? Mən nə bilim, sən deyirəm. Sən telefon məndə nə gəzir? Maşında qaldı. Havada gəzirsən də kvartirant. Kvartirantsan da bu evdə. Anın nədir ki, balıslar olsun? Hə? Bura. Sən məndən indi nə istəyirsən? Mən telefonla yumru düşünüyorum. Yumru şiniyatdadır. Mən... Çıx bayra. Simişka var. Ha, bizim diyor ki qonşu yuxarıdan atım. Çıx bayra. Götür də götür. Dilənçi yolcu şeysən götür. Götür. Görmürlər səni, götür. Qarnın qabağı vermə. Ata nənön kimi. Kulu baxıranlarına oxşayır. Mən nə bilim yumru hanı? Yumru nədir? Üstündə var idi. O yoxdur, mən nə bilim, mən yazıq nə yiyirəm, mən su produktu yiyirəm. Şkafda deyil, şkafdaydı. Nədir hanı? Dağıtdı küs sənin mimar başına, yerəsə. Tütəbilsə də çanatı paltarı deyə, hamısını kredit deyil, şeydi, banko pakı deyə bu. Pataları banko pakı görür. Yerini satırsan, eləmə. İçə də bir boşlayam. Küsədə it də deyir ki, nə vaxt verirsən bunu? Ne inirsən? Pahalı paltarlar deyir. İndi bir saat. Ağzı məyəsin paltarların portakalsı üstü ver. Geri mendil satasan qaytarırsan, cəmatı bulma. Başıma deyilsin, bas bayram. Tut bu pahalı şeydir. Bir dənə yiyib bundan. Ay Allah yiyiblər. Onların ben yiyeceğim. Bir. Yoturma da vereyim. Eleme de biraz gözü yeneme ver. Ben bundan yeməmişəm heç. Ye bir tane baş tadına. Yo, eybi yox, sən ye. Çox yemə. Yarısını bugün ye, yarısını sabah. Ekonomik ediyorsun da bir damcı. Hiç olmasa 1-2 aylık eliyor. Ne olar ki? Vallahi gün orta səhərlər də gidip mendil satacağım. Bir preması yola düşürüm. Kapırmakla. Ondan aldı. Koy baklavas bayram. 3 manat diyor. At onu alimenti at buraya. At onu. Canım.
Az qəşəng bahalı şeydir də, arada yeyirəm özüm üçün ki, bir enerjim olsun. Qoyurlar ki, onu da enerjini də qoymurlar. Enerjini də qoymurlar. Ay Allah. Enerji qoyurlar az bunlar adamda. Bunlar canlı lambarddılar, lambard. Qurana and olsun. Bunlar bir damcı məndən qorxmasa börəklərimi, ciyərlərimi satarlar bunlar. Susu ay can. Hay can. Hay can. Amin. Bir məhkəməyə əli verir. Rədd ol buradan. İşim gücüm qutarıb, indi də gedib məhkəmələrdə qalacağam. Ərimi tutturacağam. Hər şeyim düzəlib, bir dənə ər tutturmağım qalıb. Sən Allah yaxşı qız. İşim gücüm qutarıb. 2 dəfə getdim şeyin yanına, icraçının yanına. Belə ilə deyir, Vatseni. Dedim, eşitirsən məni? Sən mənim belə aşağıdan danışmağıma baxma ya. Mənim başım üstündə dör. Sən ərimi görürsən, baş üstündə dör. Mən ondan da betərəm. Mənim başımla oynama. Səni elə dənizə apararam ki, tövbə eləyərsən. Studiyamıza zəng var. Var yoxla əhlər bu kimsə vəzifəli adamdır. Alo. Yaxşı ürəyim, siz necəsiz? Necə, bilmirəm qızım. Sən yaz WhatsApp-a mənə, şəkilimi at mənə. Yadımda da üzürü say. Soruş. Yox aşkım, yox sənə qurban olum. Yox aşkım, sən neyinirsən onu? Özün üçün? Sən dəqiq diyeta saxlaya biləsən? Saxlaya biləcəksən? Yaz mənə WhatsApp-a, yaz. Afriska bütün gün oturur, kitabı yiyir, o kitab obyekti var idi deyəsən qızım. Həri? Bu da mənim bir dənə dostum var, narkolojida müalicə alıb. Hər həftə onun kartına pul atıram mən. Deyirəm, özü yaxşı aparırsan, deyir, hə. Deyirəm, şululuq eləmə, ha. Mən istəyirəmsə hər zaman yaxşı olasan. Hə, bu da onun kimi. Belə eləyir. Ay qız, sən obyekti neyinədin? Obyekti işlədirsən, işlət. İş gör, iş görün, güc görün. Cavanlığınızdan istifadə eləyin. Niyə dağıtmayın bunları? Köpüyə calayın. Can, Tülü yaz mənə WhatsApp-a. Yadıma düşdün. Yadıma düşdün. Salam Zuzuşka, salam. Çok hoşuna geldi. Can mamaya vermişəm. Deyən anama deyim görüm necədir deyən. Şəkər, mənim anam ağır şəkər xəstəsidir. Onun üçün komport gətirmişəm. Ağır şəkər xəstələri komport içəndə yaxşı daxil olar. Onun üçün yaxşı deyim. Bir də gördünüz ki anam apardım şəkər içir. Mama, sən üçün komport verdik. İşdin o deyə ev üçündür. Satmır, cəmaatı anası eləyir. Zakaz götürmür. Yok, zakaz götürmür. Cama paslayan kadadır. Evet, paslayan kadadır. Zarafat eləm, yaşlı anası var. Dedim, həyətləri qəşəngdir. Özlərinə qismət sarayda. Deyirəm, belki gediyi alaq yanlarında. Bura abadlaşdırdı Bir keçin. dənə Ay Zeynep, bir dənə qəşəng Yaz aşkım. vermişəm. Sarımsağın iynə bax. Sos yiyirsən kızım, vereyim. Yo. Yenə tatlıdır, bir dənə yiyib var bir qaşıq. Yo, Zəhmədən olsa iğrənmirsən ki, balondur da. Gör nə gözəldir, ət də gözəldir. Mən hər ət... Niyə belə edirsən yeməyə? Allah qafası yemirəm. Sən qurban olam, mən xətrimə bir dənə bunu da yiyib. Zeynep, nə olar? İynə bölsün. Az gelip indi şeydən yiyərəm də, indirəm, o payını yiyeyim. Sonra da dalayıca düşüm ömür boyu. Ayma taban, ayma aç nerede, ayma. Açdan pişirmişsən, ayma rəhmətə gedən var. Kimin başını yedin? Anam aç pişireyim. Kimsə başını yiyeyim. Az bir tikə verdi o açdan mənə. Hələ qarasını pişirməmişəm. Az qarasını neyini maşından tök soğusun da ətlərini tök. Aleksandr aç ləlü şeyi. Tök də.
ziyan da, yine soğuk. Ziyan da. İmamın 40'ı da ona göre eləmişsən ay mən. Az bu böyle şeyler başa düşmüyorum. Azey çatmır buna böyle şeyler bir gün bunu ildirim çakacağım böyle oturuyor. Canım alan müqəddəs adam. İnsan pişirmez o ne bilir insanlar zaten. O aldığım çöreğe bir neçə qəpiyə almayacağım. Görün nə qədər qudurmuşsunuz ki bunu Ne kadar yemirsiniz. harap olur benim. Eyb yox, xərab olub mən yiyərəm. Yine zehirlenir. Ne zəhərlənəm? Mən sizinlə qab zəhərlənməmişəm, siz zəhərlənmərəm. Bir az sök, kartoşkalar doldurma rəhbətliyi bacın kimi. Yemeği çox görsənsin. Az ver. Çok sağ ol. Az kaşığı götür. Bu da şaşka kaşığına yemeği yiyirlər. Salat yemirəm, yox. Onu siz çörəkdən verin. Az yox da. Az indi mən şaftalı sokacağım. Az yox, sən özün çikinə, şəkərim qalxsın. Raul hardadır, heyətdə. Canım anam, müqəddəs adam. Mənim anam müqəddəs deyil, onun qurban olaram. Soğuzu pişirir, kartoşkaları da doldurur ki, yemeği çox görsənsin. Rəhmətli xalam da belə idi. Nəsilləmə belədir. Aş pişirir, sən aş pişirirsən. Ləhçən qəşək, dəhşət, aristokratlıdır mənim ləhçəm. 2 dənə ziyalı adamın içine çıxsam, qor eləyib yavru olacağım. Ay, xərəb deyib, yox, nə olar ki, mən yiyərəm. Bu zəhərlərim ölüm. Bunlarla qalmaqdansa qəbristanlıqda oturmaq bundan yaxşıdır. Sürüyürsən, qurt-quş yiyirsən, qaz pulu vermirsən, işlək pulu vermirsən, bankdan zəng eləmirlər, bir şey eləmirlər. Bakseldə dəqiqə başı manattır, konturvu yiyib dağıtmır. Neyinirik, oturmuşuq burada. 1 manat xeyrimiz yox. Antalya'ya gedirik, Bodrum'a gedirik. Ne işimiz var oturmuşuq burada? İndi biri çıxıb yazıcaq ki, hamileyəm. Hə. Yazıcıyla hamileyəm bax. Yıxılıb qalacaqlar üstümə. Bacı hamileyəm, günahdır. Bu qarnınızı uşağı qoya da bilmirsiniz kimdən qoyursunuz. Mən olsa heç. Mən daha ayım gedib vayım qalıb. Hamileyəm. Suzu diş həkimi hükümlü neyimə lazımdır? Qəpiyə pul vermişəm. Heç bax. Neyindirəm? 6500 dişimə pul vermişəm. Mən o bəziləri kimi reklamın dişi yıxdırmamışam, sənə başına dönərəm. Hə, indi atom başı qalıb, hə. Yox, gətirmə, neyinirəm salatı? Özünüz yiyərsiniz. Nuş olsun, çox sağ ol vereyim. Onlar bir dənə texnik pulu verirlər, reklam eləyənlər 1000 manat, 500, 300. Yox, şu 6500 pul vermişəm. Sür, apar. Yiyə bilməm. Git. Bir anne. Çok sağ ol, git. Neydi? Tahtın üstüne pul koymuşam, götürsün. Tahtın kırağlarına pul koymuşam. Sabah doktordu, siz de xeyr xanım. Zirikondu içten, hə. Neyse, soğuk. Xanıca belə. Ət xoşlayıram da. Tikə ətlər xoşlayıram. Necə kökən mən? Mən çay içirəm axı. Arıqladıcı çay içirəm. Mod ver. Mən moda ihtiyacım yoxdur ayrı.
Kim mənə burada pis söz yazır, öz evinə yazır. Bu nə? Arzuya fanatlıq eləyib məndən modnuş istəyirsən. Xəstəsən sən. Psixoloji durumlarınız var, bəlkə tanıdınız. O kimdir? Xalam nəvəsi. Çayın adı nədir? WhatsApp-a yazın.